Təlimdə tələbələrə bir sual verdim. Tenderdə 12 minlik kompüter alış edirsiniz və sizin iki seçiminiz var. Birincisi, rəsmi qaydada 5000 endirim edib şirkətə qazanc gətirirsiniz. İkincisi, məbləği tam göstərirsiniz və həmin 5000-i şəxsi marağınız üçün istifadə edirsiniz. Çox təəssüflər olsun ki, tələbələrin əksəriyyəti ikinci variantı seçdilər. Çoxları dedi ki, mənə maraqlı deyil şirkətin 2 ildən sonraki vəziyyəti və yaxud da ki, mən bilmirəm 1 ildən sonra bu şirkətdə olacağam, yaxud olmayacağam. Mənə indiki anım, indiki vəziyyətim maraqlıdır. Şirkətin pulunu şəxsi qazancı kimi görən insan heç vaxt böyük sistem qura bilməz. Bugün sizə gələn kiçik qazanc sabah sizin nüfuzunuzu, karyeranızı, gələcəyinizi məhv edə bilər. Güclü biznes şəxsi maraq üzərində qurulmur. Etibar üzərində qurulur.